ötür bir kuş kimi, çekilmir kalbimi kilip. İller ötür bir kuş kimi, çekilmir kalbimi kilip. Taşıram gəm yükünü, seni axtara axtara. Taşıram gəm yükünü, seni axtara axtara. Seni, seni, seni axtara axtara. Seni, seni, seni axtara axtara. Hayat fani, hayat acı, həsrət qıvar ömrüm tacı. Hayat fani, hayat acı, həsrət qıvar ömrüm tacı. İtirmişəm hər əlacı, səni axtara axtara. İtirmişəm hər əlacı, səni axtara axtara. Seni, seni, seni axtara axtara. Seni, seni, seni axtara axtara. Dünya zalim, dünya çetin, dayanıp durmuş hammetin. Dünya zalim, dünya çetin, dayanıp durmuş hammetin. Ay gediken saadeti, seni axtara axtara. Ay gediken saadetim, seni axtara axtara. Seni, seni, seni axtara axtara. Seni, seni, seni axtara axtara. Hayat fani, hayat acı, həsrət qumar ömrüm tacı. Hayat fani, hayat acı, həsrət qumar ömrüm tacı. İtirmişəm hər əlacı, səni axtara axtara. İtirmişəm hər əlacı, səni axtara axtara. Seni, seni, seni axtara axtara. Seni, seni, seni axtara Siz Nadir bəy, sabahınız xeyir olsun. Öz sənəti ilə, səsi ilə, avazı ilə hər birimizin könlümüzdə taxt-tac qurmağı bacarmış sənətkarımız Nadir Bayramlı studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz. Sabahınız xeyir olsun Nadir bəy. Sizi salamlayıram. Xoş gəlmişsiniz. Sizin dəyərli tamaşaçılarınızı buradan salamlayıram canlı efirdən. Hər günümüz xeyirli uğurlu olsun, xoş sabahlar olsun deyirsinizsə,
Bizim də arzumuz elə bundan ibarət olsun. Hər vaxtımız xeyirli olsun. Qarşınıza hər zaman uğurlar çıxsın. Amin. Çətin İliniz işləriniz gözəl. asan olsun. İnşallah ki, dualarınız da qəbul olsun beləcə. Bir daha 2026-nın ilk canlı efiridir, Ha, hə? elə. Nadir bəy. Əlbəttə. Xeyirli uğurlu olsun. Çox doğru dediniz. 2025-i geridə qoyduq. İlan ili qaldı geridə. Atli sizin üçün də, bizim üçün də, bütöv Azərbaycan üçün xeyirli uğurlu gəlsin inşallah. Əlbəttə. Ailəniz üçün, İlan- şəxsi inkişafınız üçün, karyeranız üçün, hamısında. İlan ili başqa, amma at da muraddır da, Bəli, elədir. bəli. Hər kəs öz muradına çatsın. Amin. Sizə Necə də keçdi bunu sizin arzu üçün 2025-ci il? Hansı müsbətləri, mənfiləri ilə yaddaşınızda qaldı Nadir bəy? 2025 demək olar ki, keçdi, normal keçdi. Yəni deməyim ki, belə. Amma ümidlərimiz bu gün yəni üçün düşüncələrimiz onu deyir ki, 2026 inşallah ki, Allahın izni ilə yaxşı olar. İnşallah. Sizin üçün də yaxşı olar, elə dəyərli tamaşaçılarımız üçün də yaxşı olar. Çünki yaxşı düşünək ki, Əlbəttə. yaxşını istəyək ki, qarşımıza yaxşılar çıxsın. Elə deyil. Var olun, təşəkkür. İnşallah bizim gözəl bir anşlaqla keçəcək konsert proqramımız olacaq Bəli, bəli. 16 fevral tarixində. Mən düşünürəm sağ ki, bizim həmin o arzularımızdan, muradlarımızdan da biri həmin o konsert buraxılışı idi. Hansı ki, biz dəyərli izləyiciləriniz, sizi dinləyənlər, sizi sevənlər böyük bir auditoriya sizdən bunu xahiş eləyirdi, istəyirdi illərlə. Çoxdandır. Məhz elə bəli, həmin o istəkləri nəzərə alaraq 16 fevral tarixində konsert Çoxdan mən proqramını konsert proqramına çıxış eləmirdim. Düşündüm ki, daha doğrusu bir təklif gəldi. Bir təşkilatçı dostumuz Zaur, sağ olsun, buradan salamlayıram. Opera studiyada dedi, gəl 2026-da, hətta ilin sonunda olmalıydı bu konsert, dekabr ayının 15-də. Amma elə oldu ki, gördük vaxt azdır, dedik keçirək fevral ayına biraz da rahat hazırlaşaq. Çünki bu konsert məsuliyyətdir. Əlbəttə. Mən hər işdə istəyirəm biraz Daha həssas. nəyi bacaramsa onu yaxşısını təqdim edə bilim. Ona görə də dəyərli tamaşaçılarımı sizləri də dəvət edirəm. 16 fevralda opera studiyada. Orada çünki mən tək olmayacağam. Mənim sənət dostlarım da mənimlə bərabər olacaq. Bəlkə Gülnar xanım da vaxt olsa o da gələcək. Sevə-sevə bizim üçün böyük şərəf olar həqiqətən. Sizi də Nadir bəy. dəvət edirik, Mütləq siz də dəyərli gəlin. xanımları dəvət eləyəcəyik, dəyərli könüllərimizi dəvət eləyəcəyik. Hal-hazırda ümumiyyətlə Azərbaycan səhnəsində bir çox sənətçilər var, sənətçi dostlarımız var, hansı ki peşəkar sənətçilər var. Həmin o peşəkar sənətçi dostlarımızın, sevilən sənətçilərin müəyyən qədər o əziyyətləri var. Nadir bəyin həmin o insanların yetişməsində, bir fərd kimi, bir sənətçi kimi yetişməsində çox böyük əziyyəti var. Nadir bəy, sizin yaşınızı yəni artırmayacağam, öz yaşımı balacalaşdırmayacağam, amma biz gözümüz açılan siz səhnələrdəsiz. Həqiqətən mənim üçün çox böyük şərəfdir bugün sizdən efirdə olmaq, bir efir aparmaq və düşünürəm ki, bugün ən az bizim qədər izləyicilər də böyük zövq alacaq Artıq bu söhbətlərimizdən. illəri demək olar ki, 33 ili tamam oldu keçən il üçün. Bəli. Bu ildən inşallah ki, 34-cü ilə keçir ki, mən artıq efirdəyəm yəni. Maşallah, peşəkar səhnədə. Bəli, efir fəaliyyətim mənim yəni bu illərə gəlib çıxıb. Ümidvaram ki, Allah izin verirsə bundan sonra da Heç çalışacağıq olmasa ki, 50-60 illiyinizi, efirdəki 50-60 illiyinizi qeyd eləyək birlikdə. nə qədər ki səsimiz buna Yüz imkan gəlsin. verir, Əlbəttə. gücümüz, qüvvəmiz varsa, Niyə də olmaz? Allah şükürlər olsun, hələ ki özümü də yaxşı hiss eləyirəm. Çox şükür. Belə çalışacağam ki, bizdən nə istəyir dinləyicilərimiz, tamaşaçılarımız, onların istəyinə uyğun olaq, onların bizdən istədiyi musiqiləri təqdim eləyə bilək. Çünki mən harda oluramsa, ictimaiyyət arasında, harda kimlərsə görüşürəmsə, görürəm ki, mənim mahnılarımı əzbər bilən insanlar bilirik. çoxdur. Bundan sonra çalışaq ki, bu sevgini qazanmışıq, beləcə də saxlaya bilək. Saxlayaq. Eynən, mən düşünürəm ki, saxlayacağıq. Mən sizdən xahiş eləyəcəm ki, gedişatda sənətdən başqa digər mövzularla bağlı fikirlərinizi bildirin. Ələşmənizi rica eləyəcəm Nadir bəy sizdən. Mən isə izləyicilərimlə salamlaşım, daha sonra proqramımıza qaldığımız axardan davam eləyəcəyik. Bugün bol-bol arzu tutacağıq. Niyə sual versəniz? Çünki bir misal var, deyir, eyni addan iki ətrafımızda, yəni sağda, solda olanda, ortada dayanırsan, varlı tutursan. Bugün o günü yaşayırıq. Artıq günlər anonslardan gördüyünüz qədərilə qonaqlarımız haqqında məlumat vermək istəyirəm sizlərə, dəyərli izləyəcəyimiz. Dentox Klinikasının təsisçi rəhbəri, dəyərli stomatoloq dostumuz Könül xanım Qammanova studiyamızın özəl qonağıdır. Xoş gəlmisiniz Könül xanım. Xoş gördük. Necəsiniz? Sabahınız xeyirli olsun, gününüz uğurlu olsun. Bu ildə mənim üçün ilk efirdir. Yeni İlin ilin ilk efiridir. Bəli, bəli. Gözəl ifadan sonra necə olmaq olar? Bəli. Keyfiyyətli səsdən sonra. Çox xoş oldu mənə, çox şad oldum ki, belə gözəl insanlarla bir yerdə olmaq, həmçinin Nadir bəylə.
İnşallah iliniz uğurlu gəlsin, sağ olun, gözəl gəlsin. təşəkkür, Danışacağıq hamıya. illə bağlı, görək nələr yaşadıq bu 2025-də. Detox Store-dan 2025-də doğuldu da. Bəli. Hə, uğurlarınız bol olsun. Hə, dedim bax ki, sağımızda, solumuzda könüllü xanımlar olacaq və bugün Nadir bəylə birlikdə onların arasında dayanıb arzu tutacağıq, sevə-sevə. Günlər danslardan gördüyünüz qədərlə dəyərli izləyəcəyimiz şəbəkə biznesi təlimçisi və öz sahəsində kifayət qədər uğurlu olan iş xanımı Könül xanım Məmmədova studiyamızın özəl qonağıdır. Xoş gəlmisiniz Könül xanım. Sabahınız xeyir, mikrofonu daha yaxın tutun zəhmət olmasa. Sabah xeyirli uğurlu olsun. Hər birinizi salamlayıram və ilk növbə sizə təşəkkür edirəm ki, məni bu efirə dəvət elədiniz. Mənim ilk dəfədir televiziyada çıxış edirəm. Sizin ilin yox, ömrünüzün ilk efiridir. Ömrümün ilkidir. Televiziyada çıxış edirəm və biraz həyəcanlıyam. Nadir bəyin də çıxışından sonra, Könül xanımın çıxışından sonra da həyəcanım biraz da artdı. Amma çox insanlar qarşısına çıxış eləmişəm. İnşallah ki, yaxşı olar. Özümü təqdim eləyim. Mən şəbəkə biznesində 15 ildən artıqdır ki, çalışıram. 55 yaşım var, 3 uşaq anasıyam, 3 nəvəm var. Həyatımı network marketingdə dəyişmişəm və özümü çox güclü qadın hiss eləyirəm. Öz güclü qadın da sayıram. İnşallah ki, hər işimiz 2026-cı ildə daha da gözəl olar. Aynı gözəl. Bəzən deyirlər ki, güc simvolu, məsələn, keçənlərdə bir dəyərli bir müdrik bir insanla əyləşdim. Həmsöhbət olan zaman mən həmişə sevirəm özümdən yaşı böyük insanlarla ünsiyyətdə olmağı, onlardan nələrdəsə faydalanmağı. Mən düşünürəm ki, hər birimiz bu istiqamətdə özümüzü inkişaf etdirsək daha yaxşı olar. Dedi ki, biz həmişə deyirik qadınlara, sən güclü qadınsan, sən bunu bacararsan. Deyir, o güclü qadın dedikcə daha da sanki onun gücünə güc gəlir. Və bu qadına yaraşmayan bir xüsusiyyətdir. Mən hər bir qadına müdrik olmağı arzulayıram. O cümlədən siz dəyərli Könül xanıma. Çünki biz zəriflik təcəssüm elətdirən varlıqlarıq. Güc bəylərimizə xas olan bir sözdür. Biz zərif və müdrik olaq öz sahəmizdə. Düzdür, içimizdə kifayət qədər güc var. Amma qoy bizim yanımızdakı həyat yoldaşımız, bəylərimiz, atalarımız, qardaşlarımız, yəni bəylər o güclü olsun. Düz deyirəm, Nadir bəy. Bəy olaraq xahiş edirəm, təsdiqləyin mənim sözümü. Mən də sizin sözü təsdiqləyirəm. Sadəcə niyə mən özümə güclü qadın dedim və onun üstündə də dayanıram. Mən uşağımın 2 yaş olanda balacamın, böyüklərin də 15-16 yaş olanda ataları vəfat edib. Ataları rəhmətə gedib. Və mən onları təkcə bu iş sayəsində qaldırmışam. Siz o zaman o sözün tam haqqını verirsiniz. Tam haqqını verirəm və bu işdə çox uğurlu da özümü sayıram. Uğur qazandığıma görə də, həm də uşaqlarımı çox savadlı, ağıllı böyütdüyümə görə, ona görə də bu sözü mən özüm üçün dedim. Bu həyat hekayəsini biz bilmirdik. Bəzi hallarda həyat hekayələrini bilmədən müəyyən nüanslar, amma yenə də siz həm güclü, həm müdrik xanımlardansınız. Həm də sübut edir yəni ki, bu davranışları ilə, indiki sözləri ilə o evlatları böyütmək əslində elə güc lazım bir xanım üçün. Əslində istər kişi olsun, istər qadın olsun. Xanımın yanında həyat yoldaşı ona dəstək olana xanım özünü güclü hiss edir. O cümlədən kişi. Həyat yoldaşı onun yanında hər zaman, onun çətin günündə, sevinçli günündə hər şey yaxşıdır deyə dəstək olursan, ürək-dirək verirsə, kişi də özünü güclü hesab edir. Bu yüzden də yəni bir-birindən ayrılmaz. Çünki Allahın yaratdığı möcüzələrdən biri nədir? Amma bəzən qismət elə gətirir ki, yarı yolda qalmaq məcburiyyətində qalır. İnsan, yəni kişi və qadın, bunlardır dünyanın ən üstün varlıqları insan olan. Amma bu, həyatın anlamı bu. İnsan olmasa dünya nəyə gərəkdir ki? Yəni? O yüzden də bir-birimizi sevək, bir-birimizin dəyərini bilək, qədrini bilək, çətinliyin olacağını da hər zaman gözləyək. Çünki hər çətinlikdən sonra bir asanlıq da vardır, Allah Cəllə Cəlaluhu. Ona görə də həyata hər zaman hazırlıqlı olmalı, ümidlə yaşamalı. Ümidlə yaşamalı, maksimum dərəcədə səbirli, təmkinli olmalı. Həqiqətən də həyatda Nadir bəyin sözünə qüvvət. Gecə olduğu kimi gündüz var, ağ olduğu kimi qara var, pis olduğu kimi yaxşılıq var və biz həmişə o tunelin sonundakı işığa baxıb motivasiya almalı və içimizdəki ümidi qırmamalıyıq. Həqiqətən də hər kəsin həyatı danışdıqca bir roman, bir kitab eləyir. Ona görə mən istəyəcəm ki, bax bugün tanımadığımız insanları daha yaxından tanıyaq. Tanıdığımız insanların da uğurlarına hər zaman sevinək. 2025-ci il ilan ili, mən düşünürəm Könül xanım
Xamqamanova üçün uğurlu illərdən oldu. Bəli, bəli. Çox əziyyətli, çox zəhmətli, amma kifayət qədər də uğurlu bir il oldu. Icebergin görünməyən hissəsini, bəlkə də müəyyən qədərini mən gördüm. Ona görə deyirəm çox əziyyətli. Həqiqətən də uğurların bol olsun əzizim. Çox sağ olun, 2025-ci ildə Dentox doğuldu. Bəli, Dentox düzdür 2024-cü ildə biz rəsmi olaraq sənədlərimizi hazırlamışdıq dekabr ayında. Amma inkişaf olaraq, işıqlanma olaraq biz 2025-ci ili Dentox'un ili elan eləmişik. Yəni Dentox özünüz siz, yəni dostlarımın sayəsində özünüz də gördünüz ki, necə bir qısa müddət ərzində sevildi, tanındı. Bəli, bu günlərə şükürlər olsun. Biz çox əziyyət çəkdik bunun üstündə. Bu günə şükürlər olsun ki, yəni hər şey yaxşıdır, qaydasındadır. Hər kəsə işində uğurlar arzu eləyirəm. 2026-cı ilin ötən illərdən daha gözəl olmağını, uğurlu olmağını arzu eləyirəm. İşlərimizdə uğur qazanaq, həyatımızda uğur qazanaq, ümidimiz heç vaxt sonmasın. Arzuladığımız nə varsa hamısını 2026-da yaşayaq. Hədəflər, Müəyyən bir planlar... hissəsi 2027-yə qalsın. Hə, hamısı yox, hamısı yox. Hədə növbəti illər, amma biz bir şey deyim, insanlar biz elə varlıqlarıq ki, çatırıq müəyyən bir mərhələyə, artıq daha artığını istəyirik, daha artığını istəyirik. Bunun özü çox gözəl bir keyfiyyətdir. Aza qane olmamaq lazımdır. Daha artığını Uğurların istədikcə daha da uğurlar növbətisini daha da istəyirik. artır. İnkişaf daha da artır. Bu çox gözəl bir hissdir. Əlbəttə. Ümumiyyətlə İnanırsınız, çəkirik, amma sonu yaxşı olur. əlbəttə ki, hər zaman sonu yaxşı olsun, Allah bütün işlərimizi avand eləsin. Bəzən deyirlər ki, soruşanda ki, bəs hədəfin, məqsədin, planın nədir? Deyirlər ki, planı demək olmaz. Deyirlər, planı demək olmaz, göz nəzər var. İnanırsınız bu cür şeylər, bu cür sözlərə? Mən qətiyyən inanmıram. Düzdür, deyirlər, amma yəni mən qətiyyən inanmıram. Mən bölüşməyi sevirəm. Məsələn, biz deməsək ki, 16 fevral tarixində bizim dəyərli sənətkarımızın Nadir Bayramlı konserti olacaq. Məlumatsız qalacaq. İzləyənlər, sevənlər də gəlib çata bilməyəcəklər. Demək lazımdır, düzdür Nadir bəy? Əlbət ki, burada nə var ki, xoş niyyətini açıqlaya bilərsən. Sağ olun. Heç bir sıxıntı yox. Əsas yetərlidir ki, niyyətin gözəl olsun. Bəli. Hər şeyə inamla, inanaraq hər işə başlayasan. Məsələ bu. Yəni ona görə də o gizlətmək də bir şey deyil yəni. Düzdür, hər şeyi də açıb tökmək də olmur. İndi elə bir dövr, elə bir zaman var ki, bəzən görürsən ki, məcbur olursan, nəyisə gözləyəsən, zamanı gələndə deyərəm deyə düşünürsən. Ona görə də amma qaldı ki, belə siz deyən kimi, yəni qarşıda hansısa bir tədbirlər, niyyətinizdə varsa belə bir şeylə keçirmək, insanlar istəyirsiniz ki, orada olsun deyə, əlbəttə bunu açıqlamaq. Bunu sevə-sevə açıqlamaq lazımdır. Lazım. Biz nəinki sizin şəxsən cismən burada olduğunuz vaxtlarda, digər günlərdə də hər zaman sizin izləyiciləriniz üçün, sizi sevənlər üçün o afişanı mütləq bildirəcəyik, anonsu mütləq eləyəcəyik. Çünki 16 fevral tarixi artıq bizim özümüzdə də ulduzla qeydlədiyimiz bir tarixdir. Opera studiyasında mütləq bütün sevənlərin, Nadir bəyi sevənlərin hər biri dəvətlidir. Digər həmkarlarla bağlı, sənət dostlarla bağlı məlumat verəcəyik, amma qısa fasiləmizə keçdalırıq sənətin incəliklərindən, qaydacıq arxivlərə, eyni zamanda işlərin peşəkarlığından, dişlərin gözəlliyindən danışacağıq, amma qısa fasiləmizdən dərhal sonra çayınızı, qəhvənizi isidin, qısa fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edəcəyik. İzləmədə qalın. Dərhal sonra qaldığımız yerdən davam edirik. Sözsüz ki, reklam fasiləsindən öncə də danışdığımız kimi müəyyən qədər günümüzdə sosial şəbəkələrdə, televiziya proqramlarında, son dönəmlərdə şəxsi inkişaf mövzusu çox dəbdə olan bir tendensiyadır. Bu çox gözəl bir haldır. Çünki hər kəs fərqli sahələrdə çalışmasına baxmayaraq, istər sənət, istər qeyri-sənət, istər tibbi sahə, istər biznes sahəsi, istər televiziya sahəsi, hər kəs şəxsi inkişafına meyillənir və şəxsi inkişafının daha da yüksək olması üçün müəyyən qədər özgüvənli olmağımız da vacibdir. Ki, özgüvənli olmağımız üçün vacib olan elementlərdən biri də sağlam, gözəl və özünə inamlı təbəssümdür. Təbəssümün sirləri ilə bağlı bugün Dentox klinikasının təsisçi rəhbəri Könül xanım Qamanova bizə sirləri bölüşəcək. Hansı ki, ümumiyyətlə dişlərin, ancaq diş olaraq getmir də bu, dişlərin bizim özgüvənimizə, şəxsi inkişafımıza və yaxud da məsələn sənətçilərin səhnədə özlərini rahat formada ifadə eləməklərinə, hətta nitqlərinə təsirinə istəyəcəm bu haqda əhatəli məlumat verəsiniz. Dişlərimiz nəyə görə bizə özgüvən verir? İlk öncə onu deyim. Sağlam dişlər, gözəl təbəssüm, gözəl
sağlamlıq deməkdir. Yəni bunun hamısında cəmləşdirəndə ümumilikdə sağlamlıq deməkdir. Əgər biz belə düşünürük, əgər bir insanın dişləri, yəni önyarğılı olaraq biz belə düşünürük. Əgər bir insanın dişləri sağlamdırsa, təbəssümü gözəldirsə, bu insan gəncdir və bu insan sağlamdır. Belə bir düşüncə bizdə formalaşır. Ona görə də illərdir belə bir cümlə işlədirlər ki, sağlam gülüş sağlamlıq deməkdir. Həmçinin də ekran üçün nəzərdə tuturam bunu. İtirilmiş dişlər və yaxud da düzgün olmayan dişləm, çənə əyrilikləri, bunların hamısı bizim nitqimizə təsir eləyir, danışığımıza təsir eləyir. Ona görə də səhnə adamları dişlərinə xüsusilə fikir verirlər ki, diksiyalarında hər hansı bir problemlər olmasın, ifadə elədikləri sözləri, ifadə elədikləri hərfləri, musiqiləri gözəl səsləndirsinlər. Biz bilirik axı ki, efirdə bunlar yol verilməzdir, həssasdır. Sənətçi dostlarım da kifayət qədər sizə müraciət edən insanlar var, görürəm sosial şəbəkə üzərindən. Son dönəmlərdə ümumiyyətlə dəbdə olan kompozit vinillərlə bağlı istəyirəm soruşum. Nədir o kompozit vinillər? Bu kompozit vinillər bəzi həkim həmkarlarım bəlkə də məndən inciyəcəklər, amma bunun dəb forması almasını mən yaxşı qarşılamıram. İndi səbəbini sizə izah eləmək istəyirəm. Əslində kompozit vinil nə deməkdir? El arasında hamımızın tanıdığı plomb deməkdir. Yəni plomb materialıdır. Kompozit vinilin əsas məqsədi hər hansı bir dişlərdəki hər hansı bir xırda qüsurları bərpa etmək. Məsələn, deyirəm, ön dişlərdə hər hansı bir travmatik qüsur varsa, onların plomb materialından bərpası, yəni kompozit vinillə örtülməsi deməkdir. Bu da müvəqqəti xarakter daşıyır. Lakin günümüzdə pasientlər bəmbəyaz dişlər istəyirlər. Bu bəmbəyaz dişlərdən ötürü də həmkarlarımın belə bir sloqanı var. Dişlərinizi yonmadan bir neçə saat ərzində... Var elə bir reallıq? Bəli, bəli. Bu dəqiqə çox gündəmdədir bu. Mən istəyirəm ki, izləyicilərimiz də məlumatlansınlar bu haqda. Yəni belə bir sloqan var. Dişləriniz yonulmadan bir neçə saat ərzində siz bəmbəyaz dişlərə sahib olursunuz. Və təbii olaraq hər hansı bir pasient bu dişlərim yonulmadan hissəsini çox özü üçün önəmli bilir. Çünki çox vaxt pasientlər yonulmaqdan qorxurlar, diş həkimindən qorxurlar. İkinci bir tərəfdən də vaxt söhbəti. Yəni məsələn, digər vinillərin hazırlanmasında pasient bir neçə gəlişdə biz bunu təhvil verə bilirik. Müəyyən cüzi də olsa yonulmalar eləyirik, lakin bu kompozit vinillərdə bunlar olmur. Yəni bunun üstün və yaxud da çatışmayan tərəfləri dediyimiz zaman üstünlükləri sırasına yonulmamağı daxildir. Bəli, yonulmamağı üstünlük kimi görünsə də əslində elə deyil. Üstünlük deyil. Çünki nəyə görə? Çox vaxt yəni öz dişimiz, ana dişimiz zədələnmir. Mən ona görə üstünlük kimi düşündüm. Əslində elə düşünülür ki, öz dişimiz zədələnmir, amma bugünkü gün üçün yonulmur, zədələnmir. Amma sabahsı gün bu zədələnir. Çünki çox vaxt həkimlər həmin dişlərin aproksimal hissələrində boşluqlar qoymur. Bu nə deməkdir? Yəni diş aralarında məsafələr qoymurlar. Hansı ki biz mütəmadi olaraq dişlərimizin arasını saplarla təmizləməliyik. Həkimlər onların arasına boşluqlar qoymurlar. Bütün plombları bir-birinə bitişmiş halda qoyurlar və bir müddət keçdikdən sonra qida qalıqları orada qalır və altdakı saf həmin o yonulmayan diş karisə məruz qalır. Digər vinillərdən əsas fərqi nədir bəs bu kompozit? Digər vinillərdən fərqi odur ki, dediyim kimi, bir neçə saat ərzində klinika şəraitində olunur və siz həm zamandan itkiniz olmur, həm də həmin o yonulmama məsələsinə görə. Düzdür, kompozit vinilləri də yonularaq yəni tətbiq etdiyimiz pasientlər olur. Biz bunu təklif eləyirik ki, əziz pasient, yəni bunun cüzi də olsa yonulmuş variantı daha məsləhətə uyğundur. Həmişə vurğuladığım bir cümlə var, bilmirəm, xatırlayırsınız. Düzgün hazırlanmış heç bir prosedur zərərli deyil. Düzgün hazırlanmış. Bu cümlənin altına xətt çəkirəm. Düzgün hazırlanmış nə deməkdir? Əgər dişlər arasında boşluqlar saxlayırlarsa, boşluq dediyim nəyi nəzərdə tuturam? Sapla təmizlənə biləcək bir məsafə saxlayırlarsa, əgər həmin kompozit vinili tətbiq etmədən öncə dişlərin üzərindəki ərklər tamamilə təmizlənirsə və pasient gigiyenasına qulluq eləyirsə, kompozit vinillər zərərli deyil. Burada nüans həm pasient, həm həkim üçün uyğun, həm pasient, həm həkim üçün xüsusi nüans burada nədir?
əziz həkimlər, çox xahiş eləyirəm. Yəni bizə çox belə fəsadlar gəlir. Çox xahiş eləyirəm. Həmin dişlərin aproksimal səthlərində boşluqlar buraxın ki, pasiyentlər dişlərini sərbəst yuya bilsinlər. Yəni gələcəkdə karieslə ağırlaşıb qapaqlara və digər itirilməyə belə gətirib çıxardır hətta. Mən düşünürəm ki, insanların bu mövzularla bağlı maariflənməyə hər birimizin Bəli, ehtiyacı çox var. lazımdır. Çünki məsələn hər birimizin tibbi təhsili olmaya bilər, fərqli sahələrdə çalışa bilərik, amma hər birimizdə dişlərimiz var, hər birimizin sağlamlığımızın qeydinə vaxtında qalmalı ki, bax dediyiniz kimi fəsadlar olmuş olmasın. Mən pasiyentlərdən bilirsiz nə istəyirəm? Yəni dişlərimizə gözəllik simvolu kimi baxmasınlar. Sağlamlıq kimi baxsınlar. Çox vaxt pasiyentlər gəlir, doktor, mənim ön dənə dişlərimə kompozit və yaxud da ki, laboratoriya şəraitində hazırlanmış venerlər, zirkonlar, digər işləmlər. Ancaq ön dişlərimi eləyin, arxa dişlərimə mən sonra gələrəm. Bu çox səhv düşüncədir. Çünki dişlərimiz bizim düzdür, gülüşümüzü gözəlləşdirir, özgüvənimizi artırır, amma bizə sağlamlıq üçün lazımdır dişlər. Hər itirilmiş dişə görə bizim çeynəməmiz pozulur, qidalanmamız pozulur, oynaqlarımızda problemlər əmələ gəlir. Gicgah çənə oynağımızda problemlər əmələ gəlir. Gicgah çənə oynağında əmələ gəlmiş problemlər güclü baş ağrıları verə bilir. İllərlə miqren müalicəsi olmuş pasiyentlər var, yəni bilmirlər səbəbi nədir. Gəlirlər stomatoloqa, təsadüfi yoxlama nəticəsində görürük ki, pasiyentin gicgah çənə oynağında problem var və biz ona deyəndə ki, sizdə baş ağrıları varmı? Hə, doktor. Bəs siz bunu necə bildiniz? Bəs sizin çənə oynağında problem var. Onunla əlaqədar pasiyentin özü də çox təəccüblənir ki, bu necə ola bilər? Yəni qəribə gəlir ona. Biz ortodontik müalicə ilə həmin o çənədəki problemi aradan götürəndən sonra pasiyentin ağrıları dayanır, həyat fəaliyyəti yüngülləşir, rahatlaşır. Çox təəccüblü hal kimi qarşılayırlar bunu ki, mən illərdir dərmanlar içmişəm, heç bir faydası olmur. Ay, sağ olun. Ona görə pasiyentlərdən xahiş edirəm ki, gözəllikdən öncəsində sağlamlığı fikirləşin. Sonra gözəlliyi fikirləşin. Əlbəttə. Mənə çox maraqlıdır bizim hər zaman baxımlı görünən Nadir bəy dişlərinə nə qədər qeydinə qalır? Mən qeydinə qalıram. Hələ ki öz dişlərimdir. Aynı gözəl. Şükürlər olsun. Çünki vaxtı-vaxtında qulluq eləyib, vaxtı-vaxtında həkimə gedib. Ona görə Məsuliyyətli olur. estetik də elə düzəltmək çox görürəm ehtiyac da deyil. Çünki həkimə də müraciət elədim. Dedi ki, hələ ki belə tərkibdə möhkəm yəni. Maşallah. Ha, belə tərkibdə dişin özündən, ana dişinin özündən hələ bir başqa yanısa hansısa bir diş düzəltmək mümkün deyil. Ona görə də ona əl vurma zədələm. İstəyirdim ki, balaca balaca yeyinti var, öndə hiss eləyirəm. Əslində həkimin peşəkarlığıdır ki, öz ana dişinizə, yəni öz doğma dişlərinizə dəyməyib. Dedi, yox, ehtiyac görmürəm. İndi hələ ki ehtiyac yoxdur belə. Diş çox önəmlidir. Orqanizmimizdə çox həssas bir nöqtədir diş. Diş çox lazımdır. Sağlamlığımız üçün çox önəmlidir. Könül xanım vurğuladı bu arada mən istəmirəm, onun əlbəttə sahəsidir. Daha yaxşı izahını o verə bilər. Dişləri qorumaq lazım. Bəzən indi dəb halanıb, mən baxıram indi efirlərdə, elə əsasən də sənət adamları. Bənbəyaz dişlər. Elə kimi görürsən, filan kəsdə qəşəng dişi var, mən onu yerini düzəlt. Ana dişini zədələyirlər görürsən. Özü də cavan yaşda, heç 20-30 yaşı yoxdur. Bəzən də görürsən də heç yaraşmırdı ona. Çünki biz onu başqa cür görmüşük əvvəl. Düz. İndi baxırsan həmin adama oxşamır. Özünə oxşamır. Düzdür. Ha, Könül xanım. Eynilə, Nə qədər düzdür. doğru. Çox razıyam sizdən. Doğru deyil. İnanın ki, tək səhnə insanları yox. Bizə günümüzdə digər işlərlə məşğul olan pasiyentlər də yaxınlaşırlar. Bənbəyaz dişlər istəyirlər. Bu yaxınlarda hətta bir dənə pasiyentim var. Biz ona yəni zirkon qapaqlar istədi. Biz ona təhvil verdik. Düzdür, həmin pasiyentin problemi var idi. Keçmişdə kompozit venerləri var imiş onun. Onları biz yenilədik. Deməli, pasiyent məndən istəyir ki, gülüşü geniş olsun. Yəni, gülüşü geniş olsun. Bunun çənəsi ona Gülüşü müsait geniş deyil. olsun, yəni dişləri və çox görünsün. Dişləri böyük olsun, uzun olsun və qabarıq olsun. Yəni, gülüş xətti Hollywood geniş olsun. gülüşü də. Eynən. Hollywood gülüşü. Öncəliklə izah eləmək istəyirəm ki, hər dişin özünün uzunluğu bu gözəllikdən əlavə sizin yəni qidalanmanızda, funksiyasına görə də fərqlidir. Yəni tələffüzünüzdə fərqlidir. Hamısı eyni boyda dişlər gözəl də görsənmirlər. Yəni ola bilməz. Necə ki barmaqlarımızın hamısı eyni boyda olsa çirkin görsənər, eyni yəni bənzətmə. Dişlərimiz də eyni boyda olsa pis görünər. Eyni boyda olsa pis olar. Bu pasiyentimizə mən dəfələrlə izah eləyirəm ki, sizin gülüş xəttinizi biz genişləndirə bilmərik. Çünki siz yanağınızı dişləyə bilərsiniz. Pasiyent mənə deyir ki, yox, mən istəyirəm.
təbii ki, bizim aramızda belə bir insident yarandı. Mənə sonda dedi ki, sən bacarmırsan deyə eləmirsən. O sırada. O da dedi, bu da mənim yaxşılığım. Bu da mənim yaxşılığım. Yəni hər zaman pasientlər həkimlərlə razılaşmırlar. Məsəl üçün deyirəm, yəni hər insanın düşüncəsi bir cürədir. Bəziləri həkimlərin fikirlərinə çox önəmli Əslində verirlər. həkimi seçib ən peşəkarına getmək, getdiyin həkimə də müdaxilə eləməmək. Qoy həkim bildiyini eləsin. Deyəsən ki, mənim canım, bax, dişlərim sənə əmanət. Nə uyğun bilirsən, nə cür daha ideal olacaqsa o cür elə. Həkimin işinə müdaxilə elədin, nə oldu? Bu siz nəyə oxşuyur? Hansısa bir sənətkarımız, sənətçimizi elm müəssisəsinə dəvət edirsən, deyirsən ki, bu mahnıdan sonra o mahnını oxu, o mahnıdan sonra. Yəni insan işinə müdaxilə eləmək nə qədər etikdir? Heç etik yox. Etik deyil. Olmaz, əlbəttə. Olmaz, yəni. Hələ İstənilən gündəmdə də sahədə. ChatGPT var. Hə, süni intellekt proqramı. Oradan da öyrənirlər, nələrsə oxuyurlar. Doktor, siz demişdiniz filan şeydir, amma mən oradan internetdən oxudum, filan şey yazılıb. Mən düşünürəm ki, bu daha doğrudur. Bildim ki, cəmaət illərlə 10 il əziyyət çəkmişik, biz təhsil almışıq. Son dönəmlərdə bu süni intellekt proqramları həddən ziyadə dəbdir. Bütün sahələri belə öz ağuşuna alıb, amma yenə də istənilən halda dünən də mən bu mövzuda toxundum ki, bütün sahələri əvəz eləyə bilməyəcək süni intellekt proqramı. Baxın, elə bizim sənətimizi, gözəl həkimlərimizin işlərini və yaxud da elə təlim verən, canlı emosiya bildirən, hə, Könül xanım, mikrofonu yaman uzağa qoymusunuz. Yəni Könül xanımın illərlə qazandığı təcrübəni hansı bir süni intellekt bizə çatdıra bilər? Düzdür, süni intellekt bizə çox şey verir, amma hər şeyi verə bilmir. Mən özüm şəxsən süni intellekt təlimi keçmişdim. Türkiyədə 1000 adamın qarşısında süni intellekti mən elə nə çıxdı, hamısını bir öyrənməyə çalışıram. Öyrənməyə açıq insanam mən və öyrəndiklərimi də komandaya ötürürəm. Və bunun haqqında da təlimlər keçirəm. Süni intellekt bizim işimizdə, network marketing işində bizə çox kömək eləyir. Mətnlərin tez bir zamanda yazılmasında, hətta onun səsləndirilməsində. Məsələn, mən bugün vaxtım yoxdur saçımı gedib ukladka eləməyə. Süni intellektə özümün ukladkalı şəklimi verirəm öz səsimlə. Mənim səsimlə o mənim təlimimi keçə bilir. Hansı dildə istəsəm və hansı dildə istəsəm və hansı ölkə üçün istəsəm təlimi süni intellekt mənim əvəzimdən keçə bilir. Bunu da mən təlim olaraq hazırlamışam. Rus dilində Türkiyədə bu təlimi keçmişəm. Böyük Meksikalı, Qazaxstanlı, Rusiyalı məsləhətçilərin qarşısında. O dildə, rus dilinə tərcümə eləyir. Hə, elə hansı dildə istəsəz. Süni intellekti mən elə bilirdim, yaxşı bilirəm. Sən mən bilmirmişəm. Belə sahələri də var. Axırda süni intellekt mənə televiziya aparacaqlar. Veriş aparacaq. Amma adı süni intellektdir də. Süni. Nadir, mən indi son dönəmlərdə nə görürəm? Özü deyil. Başqa bir sahə, məsələn, olub həkim, nə bilim, vəkil, salonda işləyib, fərqli bir sahədə gəlib sənətə. Süni intellektlə səsini qeyd eləyir. Süni intellekt həmin onun yerinə ifa eləyir, o da çıxır fonoqram ifalar eləyir. Elə deyir ki, mən müğənniyəm. O qədər var ki, son dönəmlərdə yəqin rastlaşırsınız televiziya proqramlarında. Bizim sahədə daha çox olur bu, musiqi sahəsində. Və yaxud da bəstəkarlar var ki, süni intellektlə mahnı bəstələyir. Çox belə, siz necə, bilmirsən necə düşünəsən, buna nə qiymət verir, nə dəyər Musiqinin ruhunu öldürürlər. Yəni olmur da, dinləyicini anlatmaq olur. Olmur belə bir şey. Süni musiqi olur. Süni olur. Yəni stomatologiyada belə bir şey. Məsələn, mən hiss edirəm ki, qulaq asdığım musiqidə nəsə var, yaxşıdır, amma nəsə çatmır. Hiss edirəm, sonra baxıram ki, bu süni intellektdir, məni alladır. Ona görə də insana istər-istəməz biz canlı varlıqda hissiyyat var axı bizdə. Əlbəttə. Əsasən də bizim sahəsə, musiqisə mən onu hiss eləməliyəm. Etmirəmsə deməli, nəsə mənim özümdə yəqin ki, əksiklik var deyə düşünürəm belə. Və sonra bilirsiniz ki, süni intellekt deyirsiniz. Könül xanım, xahiş edirəm bu arada siz nəsə mühazirədə zada söylüyorsunuz. Çox da tərifləməyin də bu süni intellekti. Məncə də çox təriflənir. Proqramları var ki, onlar musiqi bəstələyir, amma o təbii musiqiyə çatmır axı. Onların süyniliyi ruhsuz olur. Yəni səs də ruhsuz görsənir də hər halda. Biri var təlim keçmək, biri də var ki, mahnı oxumaq. Əlbəttə ki, burada fərq ayrı olur. Mənim işimdə bu süni intellekt vacibdir, mətnlərin yazılmasında ən əsas. Çünki mənim proyektlərim var, özümün təşkil etdiyim proyektlərdir şirkətimdə. Bu proyektlərdən biri
lalkar insanlarla işləməkdir. Yəni onun eşitmə qüsurlu, eşitmə danışma qüsurlu insanlarla işləməkdir ki, bu işdə mən danışa bilərəm, amma onlar başa düşmür axı mənim danışdıqlarımı və bunu danışığım mətninə çevirir. İşarət dilindən. İşarət dilindən də başa düşürlər, amma mətni də oxuya bilirlər də. Ona görə mənim danışdığımı mətninə çevirir və həmin mətni onlar oxuyurlar. Yəni bu da onlar üçün bir təlim olur və bu insanlara mən maddi azadlıq yaşatmağı bacarıramsa, deməli bunun özü də böyük bir uğurdur ki, Əlbəttə. onların da əli çörəyə çatır. Bax, sizin bu sahəyə, bu iş dünyasına atılmağa, həyatınızda hansı hadisə həvəsləndirdi, sizi nə motivasiya elədi? Bax, hər kəsin müəyyən bir motivasiya mənbəyi, qaynağı var da. Eləsi var ki, insanlardan motivasiya alır, doğmalarının, eləsi var ki, məcbur qalır, uğur qazanır. Sizi bəs nə motivasiya elədi? Əslində, məni elə hər ikisi motivasiya elədi. Çünki mən uşaqlarımın yanında olmalıydım. Onların həm tərbiyəsi, həm təhsili ilə məşğul olmalıydım. Amma başqa bir iş seçsəydim, orada mənim rəisim olacaqdı və deyəcəkdi, saat neçədə işə gəl, saat neçədə işdən get, bəs uşaqları neyniyim? Belə bir fikirlə mən network marketing sistemini seçdim və övladlarımın tərbiyəsi ilə məşğul ola bildim, övladlarımın təhsili ilə məşğul ola bildim və evin içində, telefonumun içində öz işimi qurdum və dünyanın hansı ölkəsinə getsəm belə, mən o işi özümlə apara bilirəm. Hal-hazırda mən dünyanın 7 ölkəsindən maaş alıram. Hər 21 gündən bir. Yəni başqa şirkətlərdə ayda bir dəfə maaş verilir. Biz il ərzində 19 dəfə maaş alırıq, 21 gündən bir və bunu mən dünyanın 7 ölkəsində qurmuşamsa, yəni bunu hamı bacara bilər də. Və bu şirkətdə çalışmaq üçün hər hansı bir təhsil? Bu şirkətdə Kriteriya düzdür, mən nələr ali lazımdır? təhsilliyəm. Təhsiliniz hansı istiqamətdə idi? Mənim təhsilim Yüngül Sənaye Texnologiyası Universiteti bitirmişəm Gəncədə, amma keçən il Moskvada MLM Universiteti bitirmişəm, özdə qırmızı diplomla. İkinci təhsil almışam. Düzdür, bunun mənim işimə bir təsiri bəlkə də var, bəlkə də yoxdur. Burada özümüzün bacarığımız, özümüzün gücümüz lazımdır ki, onu bu işə tətbiq eləmək üçün və bu işdə ən əsasda mən, düzdür, kişilər də var mənim sistemimdə, komandamda, hətta direktorlarım var ki, kişilərdir, amma mən çalışıram ən çox qadınlarla işləyim. Çünki bir də görürsünüz ki, elə öz həyatımı götürüm ki, mən uşaqlarımın yanında olmaq istəmişəm, amma elə qadınlar var ki, yoldaşları icazə vermir gedib hardasa işləməyə, düzdür. Elə qadınlar var ki, evdə zorakılıq görür, məhdudiyyətləri olur. Elə qadınlar da var ki, mənim kimi çətinlikdə olurlar. Hələ fikirləşirək ki, bu uşağı aparım, verim uşaq evinə. Düzdür, işləmirəm, pul qazanmıram. Amma bu, onlar üçün ən asan yoldur ki, demək ki, pul qazana bilmirəm. Yəni, istəsələr qazana bilərlər. Deyirə istəyənə min çarə, istəməyənə bir bəhanə bəs eləyir. Yetər ki, istəməyimiz üzərindən gedək. Hal-hazırda olduğunuz sahədə hətta brilliant direktor tituluna sahibsiniz. Bu uğurun arxasında hansı ki bir prinsiplər dayanır da, hər bir uğurun arxasında 2-3 prinsip mütləq dayanır. Sizin bəs uğurunuzun arxasında hansı 3 prinsip dayanır, sorursam sizdən? Əslində, bu şirkətə mən gələndə əsas prinsipim pul qazanmaq idi. Əsas gəlib pul qazanım, borcum olmasın, evim yoxdur, ev alım özümə və bunlar əsas mənim prinsipim idi. Amma brilliant direktor niyə oldum? Orada böyük premiya var idi. O premiyanı götürmək istəyirdim və bunun üçün nə etdim? Zəhmət çəkdim, səbr göstərdim, davamlılıq. Bir işi başladınsa, onu axıra qədər çatdırmaq istəyi oldu və gözəl komandaya sahib oldum. Mənim komandam, çox gözəl komandam var. Hətta mənim komandamda özüm kimi brilliant direktor var. Qızıl direktorlar var, gümüş direktorlar var, yaqut direktorlar var. O motivasiya sözcükləri də sizə. Hə, onlar elə bilirsiniz necə, onlar da bu işdə niyə uğur qazanıblar? Onlar da uğur qazanıblar ki, həm də pul qazansınlar, həm böyük şəbəkəyə sahib olsunlar. Kiməsə möhtac qalmasınlar. Kiməsə möhtac qalmasınlar və maddi azad yaşasınlar. Həmişə deyirik, qadın qadının yurdudur. Həqiqətən də sizin hal-hazırda xanımlara bu qədər motivasiya ötürməyiniz, eləcə də komandanızda, düzdür, bəyləri biz kənarlaşdırmırıq, amma xanımlara daha çox indi öz yaşantılarınızdan və yaxud çəkdiyiniz çətinliklərdən dolayı xanımlara haray olmağınızdan elə xüsuslanıb qeyd etmək istəyirəm ki, bütün xanımlar brilyantdılar, bütün xanımlar qızıldılar, hamımız çox dəyərliyik. Bəylər də ki, bizim o üzüyümüzün qaşı, başımızın taclarıdır, necə deyərlər. Düzdür, Nadir bəy?
Doğru dediniz ama yeri gələndə brilyantdan da dəyərlidirlər. Təşəkkür edirəm. Qızıldan da üstündürlər. Çünki bir yaxşı xanım, bir həyat yoldaşı, o dünya malı ilə ölçülməz. Elə deyil. Gönül xanım. Ona görə də öz dəyərimizi bilək. Hər Əsasında zaman da yaxşı xanımların. insanlar çıxsın əhatəmizə, qarşımıza hər zaman keyfiyyətli insanlar çıxsın. Bugün keyfiyyətli söhbətlərimiz bu olacaq, elə keyfiyyətli musiqilərimiz bu olacaq. Mənə çox maraqlı olan sualların cavablarını da tapmağa çalışacağıq. Siz dəyərli izləyicilərimizi istiqamətləndirən bizim sosial şəbəkə adreslərimizə suallarınızı sosial şəbəkə üzərindən bizə yaza bilərsiniz. Eləcə də qonaqlarımızla əlaqə saxlayıb müraciətlərinizi eləmək üçün Monitorun Twitter bölümündə qeyd olunan koordinatlarla əlaqə saxlayıb müraciətlərinizi bildirə bilərsiniz. Biz hal-hazırda kiçik bir fasiləmizə keçdik ki, siz də ekranlara bir neçə addım daha yaxın eləşəsiniz. İzləmədə qalın. Gitme uzaklara, kal sana kurban. Bu dilsiz ağızsız, dal sana kurban. Mənlə şirin danış, mənlə şirin gül. Mənlə şirin danış, mənlə şirin gül. Ələnsin ləbindən bal sənə qurban, bal sənə qurban. Ələnsin ləbindən bal sənə qurban, bal sənə qurban. Gitme həsrətliyəm, qal sənə qurban. Ömrlük həmdəmin ol sənə qurban. Əgər üz çevirib gitsən uzağa, əgər üz çevirib gitsən uzağa, kalmaz
çay kimi səni gözləyirəm, səni hardasan. Qalmaz aşığımda hal sənə qurban, hal sənə qurban. 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 Şedevr ifalardan biriydi həqiqətən də. İndi gəlib bu cür ifadan sonra efirə fokusdan, hə Nadir müəllim? Sanki bütün ifalar, əksər ifalarınızda bir qəlbə bir hüzün var, yaşantı var. Bilmirəm, indi bu sizin öz ağrı həyatınızdan mı gəlir, yoxsa sənət adamlarının, xalqının, belə deyim də, xalqınızın problemlərini, dərdlərini öz içinizdə daşımağınızdan mı gəlir? Burada hər şey görünür, yəni ki, olur, təsiri ola bilir, amma mahnının özü çox təsirlidir. Çox. Bəhrəm Nəsibov, Allah rəhmət eləsin. Bu mahnı həm Türkiyədə, ümumiyyətlə Şərqdə məşhur mahnılardandır. Vaxtında, zamanında mən bunu oxumuşam, 20 ildən artıq da oxumuşam. Məndən sonra bir sıra sənət dostlarımız da, onlar da oxudular. Mənim də ifamda bu cürə alınıb. Sözün düzü, indi də bax görürsünüz, oxuyuruq, Heç bir şəhsiz. indi də, yəni ki, dinlənilir, qulaq asılır, yəni insan rahatlaşır. Musiqi Bir neçə nəsil bu mahnı ilə böyüyüb, Nadir müəllim. Hər birimizin də əzbərindədir. Təşəkkür. Sizdən soruşsam bu 33 illik peşəkar səhnənizdə, peşəkar sənətinizdə vizit kart mahnı, bir mahnı soruşsam, hansı mahnını deyərdiniz mənim üçün? Hansı ki o mahnı ağlımıza gələn kimi Nadir Bayramlı imzası olduğu bilinir. Mən deyim. Deyin. Biz Yandırdı mən. O qara gözlərinin o qara gözlərinin O qəmzəsi. qara gözlərinin qəmzəsi yandırdı məni, o gül yanaqlarının bu səsi yandırdı məni. O qara gözlərinin qəmzəsi yandırdı məni, o gül yanaqlarının bu səsi yandırdı məni. Bu möhtəşəm səsi dinləmək üçün 16 fevral tarixində mütləq hər kəsi dəvət edirik hara? Opera studiyasına. İstəyəcəm bir Təşəkkür özünüz bu haqda Mütləq. danışasınız, özünüz bir çağırış eləyəsiniz bütün sevənlərinizi 16 fevral tarixində opera studiyasına. Bəli, Belə əziz görüntülər. tamaşaçılar, çox sağ olsun, çox hörmətli xanım, Gülnar xanım. Gülnar xanım, maşallah, biraz da həyəcandan olur. Can, heç Hə, nə. yəni ki, konsert nədir? Dinləyicilərlə görüşdür. Bəli. Sizlərlə canlı ünsiyyətdir, elədir. Bəli. Efir başqa, amma konsert salonu Nəğməli axşam başqa, gəlir. tamaşaçılar qarşısında. Çünki orada toy məclislərdən fərqli olaraq, yəni efirdən fərqli olaraq başqa heç nə olmur. Musiqi olur, bir tamaşaçı olur. Bəli. Ona görə də sizlər də yəqin ki, mənim keçən solo konsertlərimdən də özünüz də görmüsünüz ki, mən çalışdığım qədər sizin o məndən alacağınız, eşidəcəyiniz nə varsa, onun ən yaxşısını sizə təqdim etməyə hər zaman o konsert salonlarında, səhnədə təqdim etmişəm və çox şükürlər olsun ki, bəzən də uğurlar da olub mənim üçün. Buyurun gəlin 16 fevralda yenə deyirəm, mənim sənət dostlarım, mən orada tək olmayacağam. Rubai Ləzimov olacaq. Konsert mənim adımla bağlıdır, yubiley konserti adlanır, amma orada sənət dostları çoxdur, sənət adamları, iş adamları var, Bəli. aparıcılar var. Gülnar xanım da şəxsən orada özü iştirak edəcək. Sevə-sevə. Buyurun gəlin, çox maraqlı olacaq. İnşallah ki, bir şeylər də qalmayıb artıq Bəli. Bir vaxtı neçə zaman da gün qalıb, zaman da yaxınlaşır. sürətli uçub gedir. Biletlər də onlayndır. Aha, Atiket iTicket-dən. proqramından bəli, Bəli, buyurub istədiyiniz yerləri ala bilərsiniz. Mən özüm də orada xahiş elədim ki, təşkilatçıdan biletləri də çox bahalı eləməyək insanlara. Aha, hər kəsin çox büdcəsinə əziyyət- uyğun. Hə, olsun çünki insan var görsün gəlmək istəyir, bəzən olur da belələr də olur. Amma yəni ki, hər cürə imkan düşünülüb sizin üçün. Buyurun gəlin. Çox sağ olun sizdəki bu Orada Nadir efirdən bəy
Tək olmayacaq. MTV-nin efirindən mənə bu şərəf İnşallah, vermiş. sevə-sevə mütləq biz də Eləmsə Azərbaycan televiziya kanalı olaraq orada olacağıq. Rubail Əzimov, Vasif Əzimov orada Bəli. olacaqlar və Manaf Ağayev dostumuz. Manaf Ağayev də orada olacaq. Çox Sonra gözəl. sənət dostlarımız ki var, onlar sürpriz hələ qonaqlar var, onları buradan açıqlamıram. Hələ yox, orada biləcəyik. Orada görəcəksiniz. görəcəyik inşallah. Dəyərli, keyfiyyətli səs dinləmək istəyən, sənət görmək istəyən izləyicilərimizin hər biri opera studiyasına dəvətlidir. 16 fevral tarixində nəğməli axşama hər kəs dəvətlidir. Gəlin ki, ruhumuz gözəlləşsin. Gəl. Müasir Azərbaycan səhnəsini soruşsam sizdən. Siz bax illərdir bu sahədə ömrünü, bütün səsini, sənətini həsrləmiş bir sənətçimiz olaraq, sənətkarımız olaraq müasir Azərbaycan səhnəsində, sənətçilərdə nə çatışmazlıqlar hiss edirsiniz? Necədir təəssüratlarınız ümumiyyətlə hal-hazırki müasir Azərbaycan səhnəsi ilə bağlı? Bu barədə mən çox danışmaq istəmirəm Günay xanım. Niyə? Artıq siz bilirsiniz onu, tamaşaçılarımız, sizlər də hamımız da bilirik ki, nə var, nə yox səhnələrimizdə. İndi son vaxtlar müəyyən xoşa gəlməz hallar görürsünüz artıb efirlərdən səhnədə səhnənin o məsuliyyətini bəzən anlamadan, danışığına fikir verməyən gənclər arasında çoxalıb, çox təəssüflər olsun ki, çünki bu auditoriya qarşısına çıxmaq, ekranlara çıxmaq, yüz minlərlə, bəzən milyonlarla insanlar səni dinləyirsə, sən hər şeyə diqqət etməlisən, nə danışdığını bilməlisən, davranışlarına fikir verməlisən. Səhnə mədəniyyəti deyilən bir şey var, anlam var. Ona görə diqqət eləyək, ona görə də mən istəmirəm, buradan kimlərsə dərs keçmək fikrim yoxdur, amma bilək ki, Azərbaycan musiqisi dəyərli olduğu qədər də biz də məhsul o işdəki ən yaxşısını təqdim eləyək, zövqləri korlamayaq. Mən düşünürəm ki, sizin bu uzun illərə dayanan peşəkar sənət yolunuz çoxlarına elə dərsdir. Elə dərs verməyə ehtiyac yoxdur. Mən düşünürəm ki, gənclər üçün bir məktəbdir. Bayaq da qeyd etdiyimiz kimi, hal-hazırki həmin o müasir Azərbaycan səhnəsində gördüyümüz tanınmış sənətçilərin çoxusu elə məhz həmin o sənət yolundan keçən insanlardır. Nadir Bayramlı imzası olan insanlardır. Da sizin kliplərinizdə onları görürdük. Elə baxın, bizim sevilən ifaçımız, dəyərli sənətçi dostumuz Zamik Hüseynovu da görürdük. Günün xanım da dedi, sizin o yandırdı məni klipinizdə də görmüşdük. Sağ olsun, o vaxt yəni back vokal, yəni olaraq bir aktyor olaraq iştirak edib əslində orada, Zamik sağ olsun. Yəni, amma əslində mənim gündəmə gəlişimdə siz ilk mahnılarımızdan soruşdunuz. Könül xanım yandırdı məni dedi. O bir neçə mahnılardan sonra gəlib. Amma əslində mənim vizit təqdimatım, yəni ki, nə isə əsas məni tamaşaçılar, dinləyicilər sevdirən Sevgililər Görüşəndə mahnısıdır. Odur. Ondan sonra gəldi, aman bu qızların əlindən elə deyir, yadınızda. Mənim qardaşımın toyunu Nadir müəllim aparıb. Qardaşınızın toyunu Nadir müəllim aparıb. Neçənci ildə? 24 il bundan qabaq Nadir müəllim aparıb və burada görəndə onu çox sevindim ki, hər adam qardaşının toyunda istəyər ki, ən yaxşı müğənni olsun da. O vaxtlarda Nadir müəllimi ən yaxşı müğənni kimi bizim toya dəvət eləmişlər. Bu vaxtlarda ən yaxşılardan. İndi də gördüm, şükür Allaha ki, heç səsi dəyişməyib. Necə var idi elədir. Əksinə daha da yaraşıqlı olub bizim Nadir bəy. Get-gedə daha da gözəl olub. Səsi də, özü də daha da yaraşıqlaşıb. Həqiqətən də bu çox gözəl bir məqamdır ki, illər sonra qardaşınızın toyunu aparan sənətçi ilə bir efirdəsiniz. Nə böyük şərəf, elə sizin özünüzə də dəyərli Könül xanım. Əslində, bir çox mövzularla bağlı danışacağıq. Mən düşünürəm ki, hər zaman, bax elə səhnəni boş buraxmaq olmaz Nadir bəy. Ona görə çox xahiş edirəm. 2026-cı ildə tez-tez gəlin, gözümüzdə yeriniz var. Siz tez-tez gəlin ki, Azərbaycan səhnəsi, sənətimizdə o səhnəni boş buraxmaq olmaz. Artıq bunu düşünmüşəm. Yəni 2026-cı ildə mən istəyirəm bir başqa, yəni artıq cür işimizi quraq, necə? Yəni ki, bəziləri də görürsən, dostlarımız da deyir ki, səhnədən çox uzaq düşmür. Bəzən görürsən, küsürük biz. Elə hallar olur ki, istəmirsən də. O ortamda sən görünəsən. Bəzən də görürsən, gözdən iraq düşürük. Çoxları bizi efirdə görmək istəyir, amma görə bilmir. Ay, sağ ol. Bu özümüzdən də bəzən asılı olmur. Bayaq dediyimiz kimi, xoş olmayan verilişlər var. Dəvətlərə getmirsən, Siz fikir verməyin bu da alınmır. Siz bizim efir tez-tez gəlin. Amma biz indi bu illər mən başqa cür düşünmüşəm, işimizi başqa cür quracağıq. Yeni bir forma ilə, yeni bir tərtibatda, yeni mahnılarla, yeni səhnə fəaliyyəti ilə inşallah ki,
işlərimizi davam etdirməyə çalışacağıq. Aha. Ondan Uğurlarınız sonraki da bol olsun. Siz də bizim üçün dua edin. Siz də tez-tez gəlin. Nəinki dua eləmə, biz sizin yanınızdayıq hər zaman. Sevə-sevə dinləyirik. Bayaq dediyi, o yandırdı məni. Sonra əzbərimizdə olan mahnılardan hansılar? Hamısı əzbərimizdədir. Hə, o qızların əlinə, onlardan sevgililər görüşəndə, onlardan hansını bizim üçün ifa eləyəcəksiniz bugün? Canınız, bizdə burada 3 nəfər bek vokal var burada sizin üçün. Üçümüz də bek vokallıq eləməyə hazırıq. Hansı birini səsləndirəcəksiniz bizim üçün? O sevgililər görüşəndəmi, yandırdı, yoxsa... Canlı mı istəyirsiniz? Yox, ən axırda bizim üçün onu oxuyarsınız. Ən axırda? Hə, hansını oxumaq istəyirsiniz? Ən axırda sizin üçün oxuyum, onda sevgililər görüşəndə oxuyum. Elə onu oxuyalım. Biz də hazırıq, bek vokallıq eləməyə. Elə var, yəni ki, YouTube səhifələrindən götürə bilərsiniz. Sevgilər görüşəndə mahnısını. Bəli, sevə-sevə. Sona qədər izləyin, dəyərli izləyicilərimiz. Buyurub dinləyə bilər. İnşallah, elə hamımız aslında Leyla arzumuzda. mahnısını oxumaq istəyirdim, yəni. onu Amma da sizin oxuyun. istəyiniz də Bunu da oxuyun, vaxt hamısını olursa oxuyun. onu da oxuyun. Sevə-sevə, gözümüzdə yeriniz var. Dəyərli izləyicilərimiz, ekrana daha yaxın eləşin. Proqramın ən sonuncu dəqiqələrində sevgililər görüşəndə mahnısını hamımız birlikdə oxuyacağıq burada. Canlı-canlı kim bizlə birlikdə oxumaq istəyirsə, televizorun səsini daha da artırar. Əyləşmənizi rica eləyəcəm Nadir bəy sizdən. Biz də proqramımıza, suallarımıza qaldığımız yerdən davam edirik. Həmişə gülün, valla, həmişə gülün. Olur bəzən efir gedişatında iş daha yaxşı olsun deyə operatorlarım biraz əsəbləşir, amma deyirəm, yox, operatorlar həmişə gülsün. Hamımız mənim üçün çox dəyərlisiniz. Bugün keyfləri yaxşıdır. Yox, şükür həmişə yaxşı olsun. Nicat da yaxşı olsun, Hikmət dayı da yaxşı olsun, Teyli də yaxşı olsun. Könül rejissorumuz da həmişə bax, bu cür belə enerjili olsun. Yaxşı olsun hamısı. Öpürəm hamınızı, dəyərli ekip. Olsun, heç olmaz. Bizim bütün komandamız istəyir ki, hər şeyi ən ideal formada ərsəyə gətirsin. Ona görə olur aradakı icebergin görünməyən tərəfində biraz mübahisələr yaranır ki, sən belə elə, mən belə eləyim. Amma bizim əsas məqsədimiz, amalımız ondan ibarətdir ki, siz dəyərli izləyicilərimizə keyfiyyətli iş təqdim eləmək, keyfiyyətli görüntü təqdim eləmək və bu istiqamətdə də bütün komanda olaraq hər birimiz çalışırıq. Komandanın görünməyən tərəfinə, icebergin görünməyən tərəfinə qucaq dost sevgilərimi, hörmətlərimi və sayğılarımı göndərirəm. Deyərlər. Proqramımıza isə qaldığımız yerdən davam edirik. Günümüzdə bax, bayaq danışdıq şəbəkə biznesi ilə bağlı, böyük məbləğdə maaşlarla bağlı, qanarlarla bağlı xanımlarımızdan maraq doğuran insanlar var. Və xanımlarımızdan, izləyicilərimizdən suallar gəlir ki, günümüzdə şəbəkə biznesinə bir çox insanlar tərəfindən güvənsizlik, etimadsızlıq var və insanlar biraz fikir ayrı seçkiliyinə məruz qalırlar bu mövzularla bağlı. İstəyəcəm o şəxslərə cavab olaraq hansı real təcrübənizi bizimlə bölüşərdiniz, dəyərli Könül xanım? Deməli, şəbəkə biznesinə gəlirlər, elə bilirlər ki, 3 gündə elə pul qazanmaq olur. Və ya 3 ayda pul qazanmaq olur və bununla əlaqədar deyirlər, mən qazanmadım, çıxıb gedirlər. Amma onlar fokuslarını toplasalar bir yerə və nəticəyə qədər hərəkət eləsələr, onlar da uğur qazanarlar. Onlar üçün, məsəl üçün, mən öz şəbəkəmdə olan elə məsləhətçilərə özümü nümunə gətirirəm ki, baxın, mən evim yox idi, işim yox idi, pulum yox idi. Amma indi hal-hazırda görürsünüz ki, mənim evim də var, işim də var, heç kəsə borcum yoxdur. Hər 21 gündən bir mən bu qədər maaş alıram. Deməli, nə etmək lazımdır? Nəticəyə köklənmək lazımdır. Nəticəyə köklənəndə insan fokusunu bir nöqtəyə toplayır və bu nəticəni qazanmaq üçün hərəkət eləyir. Sizcə bir liderin ilk və ən vacib xüsusiyyəti hansı xüsusiyyət olmalıdır? Bir liderin ən vacib xüsusiyyəti o hər şeyi öz üzərinə götürməlidir də. Yəni biz yazıq. Hə, liderin xüsusiyyəti cavabdehliyi öz üzərinə götürməlidir. Və ona verilən etimadı da doğrultmalıdır və komandasına nümunə olmalıdır. Bəs siz çalışdığınız komandanızda o liderləri necə inkişaf elətdirirsiniz? Necə onlara təbliğ edirsiniz ki, bax, özlərinə götürməlisən bu məsuliyyəti, sən də özlərinə bu inkişaf elə. Əvvəllər təlimləri təkcə mən özüm keçirdim komandaya. Komandada böyüdükcə bütün hamıya yetişmək olmur da. Həmin liderlərə məsuliyyəti verirəm onların öz üzərinə ki, özləri də təlim keçsinlər, özləri bu işin qrupuna yapışsınlar və əlbəttə ki, onlar səhv eləyəcəklər. Səhvlər də olur da həyatda. Heç bir insan səhvsiz deyil. Amma onlar səhv elədikcə, elə mən özüm də səhvlər eləyirəm, bu səhvlər üzərində mən öyrənirəm, onlar da öyrənirlər. Bilmədiklərini soruşurlar, mən deyirəm. Yəni, beləcə liderlərimiz yetişir, hər səhv də uğura gedən yolda bir addımdır. Əlbəttə. Səhvsiz heç bir uğur yoxdur. Bəzi hallarda səhvlər bizim dərsimiz kimi olmuş olur. Liderlikdən danışdıq. Bir mərkəz yaratmaq, bir iş qurmaq, bir iş sahibi olmaq, hələ bir məkan açmaq çox böyük bir məsuliyyətdir və orada müəyyən bir lider xarakterinin olması gərəklidir. Bəs Dentoxda necədir bu? Sizcə Dentoxun lideri olmaq
rəhbəri, təsisçisi olmaq. İlk və pozulmayan xüsusiyyət hansı xüsusiyyətdir sizin kabinetinizdə? Deməli, bir dənə pasiyentin mənə belə bir söz demişdi ki, sənin işçilərin nə qəribədirlər, səninlə çox səmimidirlər və çox da çəkinirlər. Bu balansı necə qurmusan? Bu necə olub? Mən istər personal, istərsə də həkim heyətinə dediyim tək bir cümlə var. Burada heç kəsdən artıq deyil. Hamı işini bərabər bölməlidir. Özəl işlərimizdə də özümüzü gelişdirməliyik. Yəni dediyim cümlə budur. Bu nə deməkdir? Məsələn deyirəm də. Yəni mən baş həkiməm, tutalım. Mən baş həkiməm. Bu stəkanı yumuyum. Belə bir cümlə yoxdur. Yeri gələr mən stəkanımı da yuyaram. Yəni ayrı seçkilik olmamalıdır. Ayrı seçkilik olmamalıdır. Hər biz bərabər hüquqluyuq. Bəli, hamı bərabər hüquqludur. Amma işimizə qarşı daha diqqətli olmalıyıq. Mən məsələn işçilərlə çox səmimiyəm, çox yaxşı davranıram, düşünürəm də, yəni onların dediyinə görə çox mehribanam. Amma mən çox da mükəmməliyyətçiyəm. Yəni istədiyim səviyyəyə çatana qədər alçaltmamaq şərti ilə danlamağı bacarıram. Bəzən liderlərdə lazımdır da o. Əlbəttə tənqidi yanaşmaq. Tənqidi yanaşmaq. Təhqir eləməmək şərtindən tənqidi yanaşmaq. Eynən, yəni təhqir başqa bir temadır. Əlbəttə. Tənqid başqa. Tənqid eləyirəm və bunu təhlikdə eləyirəm. Ən vacib mənim fikrimcə budur, təklikdə. İşi tələb edir, işin keyfiyyətli olması. Mikrofon. Bəli. Müsbət mənfi balans olur. Mənfi müsbət, yəni ki, xətrinə dəyməsin. Bəli. Yəni hər hansı məsələn deyirəm, öz assistentimi nəzərdə tuturam. Ona aid hər hansı bir iş varsa, deyirəm ki, tutalım da sən bu aləti pasiyent gəlməmişdən öncə açdın, amma bu düzgün hərəkət deyil. Özünü onun yerinə qoy. Pasiyentin yanında aç ki, paketi onun steril olduğunu görsün. Pasiyent onu görsün. Yəni bu tənqiddir. Amma bəzi yəni biz də işləmişik də bəzi klinikalarda, bəzi baş həkimlər var ki, assistentlərinə qarşı çox kobud rəftar Pasiyentin yanında ki, sən niyə bunu belələdin falan, təhqir kimi də. Təhqir edici sözləri də yükləyərək deyirlər ki, sən bunu dərk eləmirsən, bunu belə eləmək. Amma kaş ki, o assistentdə təkrar, eyni səhvi təkrarlanmasa. Çünki səhv eləmək hər birimizə məxsus bir xarakterdir. Bu günə şükürlər olsun ki, təkrar olduğu zaman artıq nə həkimlərimiz, həkimiyyətimiz, bizim həkimiyyətimiz mütəxəssis həkimlərdir hamısı. Əlbəttə, nə şübhə. Hamısı bu gündəmimizdə olan uzman deyilir, Azərbaycanda mütəxəssis həkim olaraq tanınırlar. Həmin o uzman həkimlərdir bizdə hamısı və mənim personal da çox, assistentlərim də çox mükəmməl iş görürlər, işlərinə qarşı çox diqqətlidirlər. Çünki həmişə bir sözlə vurğulayım buradan. Bir dəfə mən bir dənə assistentimi bunun üstündə işdən uzaqlaşdırmışdım. Hətta həmin qız həkimi də özü praktik fəaliyyətini artırmaq üçün assistentliklə məşğul olurdu. Yəni imkan yox idi da kurslara getməyə. Deyirdim ki, bax, alətləri elə steril eləməlisiniz ki, düşünün ki, sizin uşağınız gəlir, o aləti mən o uşağa işlədirəm. Ay, sağ olun. Yəni bu çox daha həssas yanaşmalısan. Yəni burada 20 dənə alət var. 20 set alət var. Bu 20 setdən hər hansı birinə qarşı sən diqqətsiz yanaşsan, o sənin uşağına nəsib olacaq. Sənin özünə nəsib olacaq. Yəni bunu belə beynimizdə belə tutaq, daha məsləhətli yanaşmış olaraq nəzərə alsaq və 2025-ci il ərzində gələn pasiyentləri demirəm, rəsmi rəqəmlə statistik mənə dəyərləndirmələri qeyd edin, amma ümumilikdə bir sadə bir statistika istəsəm sizdən, 2025-ci il ərzində dentoksun qapısı daha çox hansı patoloji durumlarla bağlı daha çox döyüldü? Hansı diş problemləri ilə bağlı? Sevindirici bir neçə hal var. Keçmiş illərə baxanda müasir dövrdə itirilmiş dişlər daha azdır. Pasiyentlər daha erkən düşürlər dişlərinin qulluğuna, istərsə də müalicəsinə. Yəni xırda bir karyez boşluq olanda dərhal yaxınlaşırlar həkimə və bunun qarşısı alınır. Belə sözüm bəlkə də pis çıxar, amma 50 yaş üzəri insanlarda çox itirilmiş dişlər var. Və bu itirilmiş dişlərin səbəbi də çox vaxt düzgün hazırlanmamış konstruksiyalardır. Və yaxud da ki, vaxtında qulluq olmamalıdır. Biz məsələn deyirəm, körpülərdir və ya qapaqlardır təhvil verəndə pasiyentə bildiririk ki, yəni bunun istifadə müddəti 7-8 ildir. Yəni 7-8 ildən bir bu dəyişilməlidir.
Çünki bizim anatomik olaraq diş əti boyunlarımız zaman keçdikcə açılır. Düzdür, öz dişlərimiz olanda biz bunu hiss eləmirik, amma orada hər hansı bir sərhəd olanda, yəni qapağın sərhəddi olanda bu artıq hiss olunan bir şeydir. Və oradan zamanla qida, ağız suyu Fəsadlar müəssisə, yaranmış yəni olur. orada daim proseslər gedir deyə bu konstruksiyalar öz istifadəsini itirir. Yəni düzgün hazırlanmamış qapaqların fəsadlar yaranmış olur. Bəli, bəli. Həm düzgün hazırlanmamış, burada iki nüans var. Həm düzgün hazırlanmamış, həm vaxtında gəlməmiş pasiyent. Düşünün, bu ikisi bir yerdə olanda, yəni nə vəziyyətdə? Konstruksiyanı sökürük, altındakı dişlər ya düzgün kanal müalicəsi olunmayıb və yaxud düzgün yonulmayıb, hamısı diş ətinin üstünə oturulub qapaqlar. Yəni bu da dişlərin itirilməsinə Bayaq səbəb dediniz, olur. dişlərin itirilməsi. İllər əvvəl belə bir misal var idi. Deyirdilər ki, dişin ağrıyır, çək Çək qutar, qurtar, hə. qonşun pislik köç qurtar. İndi bəs müasir stomatologiyada, müasir tibbdə dişin ağrıyır, çək qutar tendensiyası var yoxsa? Qətiyyən. Dişin pasiyentlərə Axırıncı öncəliklə vaxtda demək elə qorumaq istəyirəm ki, lazımdır. dişiniz ağrıyırsa siz xoşbəxt insansınız. Çünki bəzi pasiyentlər var ki, onlarda diş ağrısı hissiyatı olmur. Bir də görürsüz, gəlirlər bizə böyük bir karyoz boşluq, hiss eləməyiblər, ağrısı olmayıb, böyük bir karyoz boşluq və dişi itirməyinə belə gətirib çıxarda bilirlər. Dişiniz ağrıyırsa müalicə elətdirin. Vaxtında. Vaxtında. Yəni əvvəllər hər şeyi asan yolla həll eləyirdilər. Bu dişin ağrıdı, çək qutar, qonşunun pisdir, get. Köç qutar. Köç qutar. Elədir. İndi dişiniz ağrıyırsa müalicə elətdirin, qonşunuz pisdirsə ondan ortaq bir məxrəcə gəlməyə Kompromisə çalışın. gəlin. Bəs dişlərdən danışdıq, qonşudan danışacağıq, o heç. Amma dişlərdən danışırıqsa əgər, itirilmiş dişlərin ən effektiv bərpa proseduru necədir? Yəni, necə bərpa eləyə bilərik? Günümüzdə ən effektiv implantlardır. Ən effektiv implantlardır. Yəni əvvəllər məsələn bir diş itiriləndə sağdakı, soldakı dişlər yonulurdu, sağlam dişlər həm də yonulurdu və körpülərdən istifadə olunurdu, amma hal-hazırda implantlardan istifadə olunur. Xüsusi texnologiyaların, tibbin inkişafı sayəsində hal-hazırda demək olar ki, bütün pasiyentlərə biz implantları tətbiq edə bilirik. Həmçinin bura şəkərli diabet pasiyentləri də aiddir. Məsələn, əvvəllər düşünülürdü ki, şəkərli diabet pasiyentlərinə implantların tətbiqi mümkünsüzdür. Yəni, bunu çarəsizlik kimi qəbul edən pasiyentlər vardı, amma indi belə deyil. Yəni, hər şeyin bir çarəsi var. Yəni, yetər ki, siz vaxtında müraciət edin. Yetər ki, vaxtında gəlin. Həqiqətən dişlərimiz bizim üçün çox vacib, düzdür, həyatı vacib orqanımız olmasa da, heç vaxt özünü bərpa eləyə bilməyəcək bir orqandır və heç vaxt da, yəni, məsələn, qaraciyərimizdə problem olur, o özünü bərpa eləyir, ağciyərdə müəyyən problem olur, özünü bərpa eləyir, amma dişlər özünü bərpa eləmir. Bir dəfə şans verir. Yəni, o şansı düzgün, yəni Allah Taala'nın bizə verdiyi o pulsuz dişlərimizin qədrini vaxtında bilməliyik. Bir dənə də efir vasitəsilə bir nüansa toxunmaq istəyirəm. 2025-ci il Azərbaycan stomatologiyası üçün də çox effektiv bir il oldu, çox yaxşı bir il oldu. Nə barədə? Bu, ölkəmizdə düzənlənən konfranslar, seminarları demirəm, bu daha bir yaxşıdır bizim stomatologiya üçün, daha da uğurlu bir nailiyyətlərdir. Ondan uğurlu bir nailiyyət odur ki, həmin o süni intellekt nətər ki, müğənnilərin səslərini oğurlayır, işləri oğurlayır. Yəni sözüm biraz kobud səslənəcək, amma həkimlərin əziyyətini oğurlayan, həkim olmayan saxta stomatoloqlar var. 2025-ci ildə bunların üzləri açılıb. İslahatlar apardı, bəli. İslahatlar apardı. Səhiyyə Nazirliyi tərəfindən islahatlar aparıldı. Bu çox gözəl bir məqam. Yəni mən düşünürəm ki, bizim illərlə gözümüzün nurunu töküb, o dərslərdən, kitablardan oxuduqlarımız, praktik fəaliyyətlərdə öyrəndiklərimizi həmin o saxta insanlar bizdən oğurlamışdılar. Və pasiyentlər də, büdcəsi az olan pasiyentlər də onlara doğru yönəlmişdi. Onların törətdiyi fəsadları bugün biz çox çətinliklə də olsa bərpa eləməyə çalışırıq. Yəni pasiyentlərdən xahiş eləyirəm, getdiyiniz klinikalarda həkimlərdən diplom tələb eləyin, sertifikasiya tələb eləyin. Həmin diplomun həmin şəxsə məxsus olduğunu yoxlayın. Çünki bəzi yəni həmin o saxta insanlar başqalarının diplomlarının kopyalarını sizə göstərə bilirlər və özlərinə aid olmayan. Xahiş edirəm, oradakı ad soyada və həkimə məxsus olduğuna fikir verin. Düzdür, artıq bizim bu sosial şəbəkələrdə bu işin üzərinə düşməyimiz sayəsində belə bir yəni pasiyentlərimiz çoxalıb ki, maarifləniblər, bizdən gəlirlər, diplom tələb eləyirlər. Nə xoş bunlara. Efirlərə təşəkkür eləyirəm ki, artıq həkimlərdən sertifikasiya tələb edirlər. Diplom bir yana qalsın, sertifikasiya tələb edirlər. Bunlar çox böyük uğurlardır, çox böyük nailiyyətlərdir ki, bizim illərdir əməyimizi oğrayan həmin o şəxslərin efirdə iştirakı qadağandır. Ortaya çıxdı.
Bəli, düşünürəm ki, bax artıq 2026-cı il yaşayırıq və elə insanlar var ki, əksər hallarda atırlar nəsə cahilliyin üzərinə, bilmədim, başım çıxmadı, olur da belə hallar deyil. Nəsə sual versən, deyir bilmədim, nə bilərdim, başım çıxmadı, məlumatım olmadı. Bax elə bizim də əsas amalımız, məqsədimiz onun ibarətdir ki, bütün mövzularda maarifli olaq. Nə qədər çox maarifli olsaq, bütün problemlərin qarşısında bir o qədər silahlanmış olmaqdayıq və yanaşı olaraq da qeyd edək ki, dediyi, yəni Könül xanımın dəyərli həkimimizin, həkim stomatoloqumuzun sözünə qüvvət, bizim də ən doğal haqlarımızdan, ən düzgün haqlarımızdan da biri budur ki, biz getdiyimiz həkimlərin sertifikasiyasını, tibbi təhsillərinin sübutunu öyrənək. Burada ayıb qəbahət bir şey yoxdur. Əksinə nə xoş olardı ki, əziz dəyərli həkimlər, özünüz elə həmin o diplomlarınızı, sertifikasiya nəticələrinizi öz masanızın üzərinə qoyun ki, sizdən soruşmağa ehtiyac qalmasın. Dişlərinizi səhər axşam mütləq vaxtında qeydinə qalın. Gigiyenik normalara, ağzına primitiv diş fırçalamaqlarınıza vaxtında diqqət eləyin ki, sonrasında karies və kariesdən sonra daha kəskin problemlər rastlaşmayasınız. Həyatda hər bir şeydə olduğu kimi bu işdə də, bu problemdə də sadədən mürəkkəbə doğru gedir. Yəni günü bugün bu dəqiqə ilə 2 dəqiqə reklam fasiləsi olacaq. 2 dəqiqə gedin dişlərinizi fırçalayın, gəlin ki, sağlam, gözəl təbəssümünüz olmuş olsun. Fasiləmizdən də rastlar qaldığımız yerdən davam edəcəyik. Fasiləmizdən dərhal sonra qaldığımız yerdən davam edirik. Bugün proqram o qədər maraqlı və məhsullar keçdi ki, hardan başlayır, necə yekunlara istiqamətləndiyimizin şəxsən mən fərqinə belə varmadım. Ən az mənim qədər siz dəyərli izləyicilərimiz də əminəm ki, böyük bir zövqlə bugünkü proqramımızı izlədiniz. Gələn suallarınızdan, müraciətlərinizdən də biz bu nüansları hiss edirik, əziz dəyərli izləyicilərimiz. Bu xüsusda həmişə o şou qalmaqal var da, düzdür Nadir bəy, həmişə o şou xarakterli proqramları izləyirik. Var, kifayət qədər var bu cür proqramlar, amma maarifləndirici işlər görmək daha gözəldir deyə düşünürəm. Azından cəmiyyətimizə bir faydamızın dəydiyini hiss ediriksə, nə xoş bizə. Həm də daha ağır bir məsuliyyətdir cəmiyyətimizə bu cür maarifləndirici işlər. Çünki məsələn mən özüm hər dəfə qonaqlarımızın sayəsində maariflənirəm. Çünki mənim təhsilim başqa istiqamətdədir, tibbi təhsilim yoxdur və yaxud da biznesdən bir o qədər məlumatlı olmaya bilərəm. Sənətdən nə qədər məlumatlanıram qonaqlarımızın sayəsində və mən düşünürəm ki, bir-birimizə nə qədər çox faydamız dəysə, bir o qədər gözəl bir məqam olmuş olar. Yəni bütün peşələrdə ümumiyyətlə lazımdır. Hansısa bir sahəni tanıtmaq üçün onun əlbəttə ki, reklamı da gedə bilər, onun haqqında roliklər də təqdim oluna bilər, verilişlər də hazırlana bilər. Sən bizim sahəyə götürsək, show biznes deyirik də bəzən buna. Amma əslində bəzən show biznes könül başqa bir şey də olur. Bəzən. Görsən, kimlərsə nəsə maddi durumlarını düzəltmək üçün, pul qazanmaq niyyəti ilə bəzən bu sənətə gəlirlər. Belə şeylər də olur. Əlbəttə ki, amma bu musiqi elə bir sahədir ki, onun canında bir şey yoxdursa, gec-tez yəni aşkar olur. Ola bilsə hansısa bir mahnı populyarlıq qazana da bilər. İndi studiyalarda bilirsiniz, kompüterlə yəni hər şeyləri düzəltmək olur. Hər şeyləri bəzən düzəltmək olur, səslərdə dəyişiklik eləmək olur. Belə bir yönündən nəsə bir şeylər çıxartmaq olur ortalığa. Amma o insandakı istedad yoxdur, o insandakı bacarıq yoxdur, musiqinin duyumu yoxdursa, səsi də yoxdursa, əlbəttə ki, gec-tez yəni aşkar olur. Bəzən də görsən, çoxları da peşmançılıqla bir də görsən yoxdurlar yəni. Səhnəyə gəldilər və bir də getdilər yəni. Belə şeylər də olur. Ona görə də çalışıb yenə siz dəyərli tamaşaçılarımız çalışın, yaxşı səsə qulaq asın, yaxşı musiqi dinləyin, səviyyəli mahnılara qulaq asın. Çünki bayağı musiqi ilə adı bayağıdır. Görürsünüz, yəni o deməkdir ki, ömrü çox qısadır, dəyəri də ola bilməz. Ona görə də zövqünüzü ancaq körləyə bilər. Bu yöndən də diqqətli olmaq hər kəsin. İstedadlı olması, potensial olması. Aparıcılar, yəni televiziya kanalları, radio kanalları, yəni ki, bunlar da diqqətli olmalıdırlar. Məsələn, mən bir şey də yeri gəlmişdən deyim, Günar xanım. Əsasən də mənim biraz inciliğim bu radyo kanallarındandır, FM-lərdəndir. Mən
baxıram ki, çox vaxtı eyni müğənniləri səsləndirirlər. Bizim müğənnilərdə söhbət gedir. İndi elə kanallarda var, görürsən ki, xarici, məsələn, əcnəbi musiqiləri səsləndirirlər, özdə belə çox böyük həvəslə də səsləndirirlər. Amma indi baxaq görə bizim musiqilər o ölkələrdə səslənir, yoxsa yox? Xeyr. Yox. Bəs onda niyə bizdə səslənməlidir? Səslənsin, olur. Amma Olsun, daha arada çox biz öz mahnılarımız. rəngarəngin olsun, amma bilərəkdən onların musiqisini ard-arda təqdim Təbliğ gün eləmək. ərzində dəfələrlə təqdim eləmək, dinləyiciyə o musiqiləri yedirtmək məncə yanlışdır. Məsələn, şəxsən mənim öz mahnılarım sizin də populyar eşitdiyiniz, yəni ki, gündəmdə olan, hər zaman dinləyicinin eşitmək istədiyi musiqilər var. Mən görürəm ki, o radio dalğalarında çox vaxt mən heç rast da gəlmirəm. Mən durum zəng eləyim ora ki, mənim mahnılarımı niyə vermirsiniz? Əslində mən neçə ilin sənət adamıyam, yəni müəyyən qədər də mənim buna haqqım var. Yəni buradan da bəyan edirəm. FM kanallarının yəni məhsul şəxsləri biraz diqqətli olaq. Mən demirəm ki, sırf mənim mahnılarım, musiqilərimi təqdim edin. Yox. Baxın, yaxşıdırsa verin. Yaxşı deyilsə heç verməyin. Mən zəhmət çəkmişəm, mahnılar oxumuşam, xalq musiqiləri oxumuşam, muğamlar oxumuşam, bəstəkar mahnılar oxumuşam. Bunu radio dalğalarında niyə vermirsiniz? Verilməlidir. İstər televiziya proqramlarında, bax ona görə deyirdim ki, meydanı boş buraxmayın. İllər öncə mən bunu bir dəfə demişəm. Hətta bir radio kanalının da adını çəkmişəm. Onlar da məndən gördüm ki, bir balaca inciyiblər. Yox, incimək lazım deyil. Niyə vermirsiniz? Eyni müğənniləri təqdim eləməkdə sizin məqsədiniz nədir bəs? Doğru. İndi burada məsələ bundan ibarətdir ki, bu bir iradi yanaşmaydı və həmin bu iradə də düzgün formada başa düşüb, alğılayıb, elə düzgün istiqamətlənmək lazımdır, incimək lazım deyil. Çünki düşünürəm ki, bu düzgün iraddır. Elə çıxış yolu da tapmaq lazımdır ki, düzgün istiqamətlənək, düzgün çıxış yolu tapaq və öz keyfiyyətli musiqilərimizi, öz keyfiyyətli sənətçilərimizdən gəlmiş həmin o bəstəkar musiqilərini, muğamları, xalq mahnılarını düzgün təbliğ eləyək ki, gənc nəsil də əcnəbi musiqiləri bilməsi gözəldir, amma əsas öz musiqilərimizi bilsin, daha sonra əcnəbiləri bilməsi nəyə ziyandır? Onları da bilsin, amma əsas birinci özümüzünkiləri. Mən özüm də geri gələndə qulaq asaram. Əgər yaxşı musiqisi zövqü dəyişmək üçün. Qulaq asaram. Amma indi bir ifadə edim, qal sənə qurban. O mahnını niyə vermirsiniz efendim? O şedevrdir ya. İndi baxıram, məsələn, internet kanalında çoxlu da səs dinləyicisi var. Amma radio kanalları vermir bunu. Niyə vermirsiniz? İnşallah ki, o deyil ki, o qədər bəstəkar mahnılar oxumuşam ki mən. Bəli, bu səsimiz, bu sözümüz televiziya proqramlarına, radio proqramlarına gedib çatacağına inanıram, ümid edirəm və ən qısa zamanda onlar da öz düzəlişlərini eləyərlər. Hər birimiz müəyyən qədər düzəlişləri eləyərik. Sözsüz ki, biz sevə-sevə hər zaman qapı bacamız, hər zaman sizin kimi dəyərli sənətkarlarımıza açıqdır Nadir bəy. Tez-tez gəlib söz verdiniz mənə. 2026 tez-tez görüşəcəyik. Mütləq. Söz verdiniz mənə. Bu ayaq əslində Nadir bəy müəyyən qədər istedaddan, potensialdan danışdı sənət sahəsində. Bəs bu biznes sahəsində hər kəs uğur qazana bilərmi Könül xanım? Yoxsa burada da müəyyən bir kriteriyanın, potensialın olması vacibdirmi? Deməli, uğur qazanmaq, bilirsiniz, kimlər qazana bilər uğuru? Uğur qazanmağı necə ki biz nəfəs almaq üçün hava istəyirik. Suzuyanda su içmək istəyirik. Uğuru da elə istədikdə, daxilimizdəki gücü ortaya qoyduqda, o uğuru əlbəttə qazana biləcəksiniz. Götürün nümunə məni. Mən hardan gəldim və hara çıxdım? Mən bu şirkətə, bu biznesə gələndə mənim heç nəyim yox idi, hətta evim belə yox idi. Hal-hazırda mən dünyanın 4 okean var, onun üçündə olmuşam. Maşallah. Nəyin sayəsində? Yəni işlədim, zəhmət çəkdim, komanda ilə işlədim, komandanı sevdim. Komandanın sayəsində də, öz zəhmətimin sayəsində də bu dəyərli səyahətləri belə qazandım. Burada daha çox zəhmət çəkilməsi vacibdirsə düzgün komandanın qurulması. Düzgün sistemli komandanın qurulması lazımdır ki, komandada sizi təkrarlasın. Komandada sizi təkrarlasın. Tək mənim getməyimlə bitmir ki bu komandanın işi. Mən getdim Amerikada, Dominikanaya getdim, Bali adalarına getdim. 2026-da daha çox gəldim. 2025-də, 2026-da da daha çox səyahət eləyərəm inşallah. 25-də 4 ölkəni gəzdim. Şirkətin hesabına pulsuz. Mən deyim ki, sizə oğlumla getdim bu işi. Ay, nə gözəl. Niyə oğlumla getdim də? Oğlum da pulsuz qazandı. Çünki bu şirkətdə, bu biznesdə ailə biznesi var. Hər ki, evdə deyə bilərlər ki, mən yoldaşımı qoymuram, getsin Bali adalarında dincəlsin tək.
o ailə biznesi qura bilər şirkətdə və öz ailəsini də yanında götürüb baladalarında dincəlməyə gedə bilər. Hal-hazırda Kiprə səyahətimiz var. Yəni mən də ailə biznesini öz oğlumla qurmuşam. Ay nə gözəl. Hə, beləcə də bütün hamı bu uğuru qazana bilər. Sadəcə daxili gücünü ortaya qoymalıdır. Və sizcə, okey, ana olaraq və yaxud da müəyyən mənalarda sizə müəyyən qatqıları oldu bu işin maddi olaraq. Amma bir şəxs olaraq, bir xanım olaraq sizə bu sahədə uğur qazanmaq hansı qatqıları, hansı müsbət yanları oldu şəxs olaraq? Bir şəxs olaraq mən burada deyərdim ki, böyüdüm. Böyüdüm, inkişaf etdim. elədi. Baxın, bizim şirkətin də bir devizi var. Sən dəyişdikcə dünya dəyişir. Dünya dəyişməyində mənim bir qatqım varsa nə xoş mənə. Xoş bizə. Düzdür? Günümüzdə ümumiyyətlə çalışmayan, müəyyən qədər olur da, hansı ki, təhsil ala bilməyib, müəyyən məhdudiyyətlər qoyulub qarşısına və hələ də öz gücünə müəyyən qazanc əldə edə bilməyəcəyini düşünən xanımlar var. Çalışmayan, özündə müəyyən tənbəllik hiss edən, özgüvənsiz olan xanımlara hansı mesajı ötürmək istəyirsiniz, hansı məsləhəti vermiş olardınız? Məsləhət vermək istəyərdim ki, biraz çirkələnin, ayılın və özünüzə güvənin. Çünki qadın iki ayağının üstündə möhkəm durmağı bacarmalıdır da. Bu möhkəm dayanmaq üçün də insan özünə güvənməlidir. Aləm sənə güvənməsə belə, sən özünə güvənsən, sən ətrafındakılar da sənə güvənəcək. Sən övladların da sənə güvənəcək. Övladlarında da özgüvən olacaq ki, mənim anam necə özünə güvənlidir də. Ona görə də mən belə məsləhət bilirəm bütün qadınlara ki, siz maddi azad yaşaya bilərsiniz, siz inkişaf eləyə bilərsiniz, siz uğur qazana bilərsiniz. Siz deməyin ki, iş yoxdur, iş çoxdur. Bəli. Sadəcə işləmək istəyən lazımdır və Brian İşləməyə Tracy tənbəllik eləyənlər. Hə, mən özüm şəxsən tənbəl insanam. Tənbəl olduğuma görə də bu işi seçmişəm. Tənbəl olduğuma görə bu işi Nə gözəl seçmişəm. etiraf edilir səhər-səhər. Tənbəl insanlar hər işin asan yolunu seçir. Bildiniz? Mən də bu işdə də hər işi asanlıq necə eləmək lazımdır, onu öyrənib komandaya ötürürəm, öyrədirəm. Bu işin müəyyən sirlərini də öyrənmək üçün aşağıda qeyd olunan koordinatlar sizdə izləyicimizin xidmətindədir. Sonda istəyəcəm bir cümlə ilə bir tövsiyə verəsiniz, yavaş-yavaş sonlara doğru çatır. Bir cümlə ilə deyim ki, bu şəbəkə biznesində analıq bonusu da var. Aha. Analıq bonusu da qazanmaq istəyənlər gəlsin şəbəkə biznesinə. Analıq bonusu, ailə biznesi qurmaq istəyənlər və bir dənə də söz deyim ki sizə, əgər siz iki ayağınız üstündə maddi azad yaşayaraq dayanmaq istəyirsinizsə, ən əsas bugün dünənki özünüzdən yaxşı olmağa çalışın. Bəli. Mən bugünkü könüldən sabah yaxşı olmağa çalışıram. Ən gözəli. Dünənki özümlə rəqabət aparmaq. Dünənki özümlə rəqabət aparım. Kimlənsə Heç yox. kimdən rəqabət aparmayın. Elə ən böyük rəqibimiz də özümüzdür. Çox Ən gözəl böyük məqama rəqibimiz də toxundunuz Könül özümüzük. xanım. Çox şad oldum sizi şəxsən tanıdığıma. Çox sağ olun, Dəyərli təşəkkür Könül xanım. Könül Qamanova, dəyərli dostum. İnşallah 2026-da tez-tez görüşək, xahiş edirəm. Sizdən də dəyərli Könül xanım, Nadir bəy də az öncə söz verdi mənə. Bax, istəyəcəm Könül xanım, sizdən də sonda bir cümləli bir tövsiyə istəsəm sahənizlə bağlı. Hansı tövsiyə verərdiniz izləyicilərimizə? Mən sahəmlə bağlı həmişə dediyim kimi vaxtında müraciət etsinlər həkimlərə. Bayaq da vurğuladığım kimi həkiminizin həkim olduğunu təsdiqləyən sənədlərini soruşun. Gözəllik üçün tamam olsun, biraz gözəllik üçün olsun, amma ən əsas sağlamlıq üçün stomatoloqlara müraciət eləyin. Və sonda bir şey demək istəyirəm. Yəni Gülnar xanım mənim dostum olduğu üçün demirəm. Mən televiziyadakı digər aparıcılara məsləhətim odur ki, siz heç olmasa həftədə 2 dəfə Gülnar xanımın proqramını izləyin, özünüzə örnək götürün. Necə xoşduram səhər-səhər bu cür sözləri. Ciddi deyirəm, nəyə görə? Təşəkkür edirəm. Digər proqramlarda, sizin şou qalmağa görə proqramınızın şou olsun. Düzdür, şou olsun. Şounu da biz sevirik. Əylənmək istəyirik. Amma əsas Günün maariflənək. gərginliyindən də azad olmaq istəyirik. Amma proqramlarda, məsələn, müğənnini dəvət eləmisiniz, həmin müğənninin sənəti ilə bağlı söhbət eləyin. O daha bizə maraqlıdır. Hə, qeyri-sənəti. Bu da çox maraqlı, hə Nadir bəy? İnşallah. Könül xanım Könül tam xanım belə danışması. kökündən vurdu mövzunu. Çox Təşəkkürlər, gözəl mövzuya sağ toxunmuş olsun. oldu. İstəyəcəm Nadir bəy, gələsiz yanıma zəhmət Gəlinmi? olmasa. Sizin Yaxşı, yeriniz hər yanımda. zaman gözəl səhnələrdir. İstəyəcəm sonda həm fikirlərinizi bildirəsiniz, həm də bizim bek vokallıq eləməyə hazırlaşdığımız həmin o ifanı səsləndirəsiniz bizim üçün. Təşəkkürlər. Mən bir daha verilişimizin sonudur. Yəqin ki, mən hər kəsə gününüz xeyirli uğurlu olsun deyim.
Mən sizə təşəkkür edirəm bütün kanala. MTV-ni biləsiniz ki, çox sevirik. Biz də Son sizi vaxtlarda çox çox sevirik. populyardır bu kanal. Çox da bəyənilir. Bizə də bu şəraiti verdiniz. Həm fevral ayının 16-sında olacaq konsertimizin bir Opera daha studiyasında. anonsunu da buradan təkrar da olsa deyim. Dəyərli tamaşaçılar, musiqi sevər insanlarımız fevral ayının 16-sında opera studiyada sizləri gözləyirik. Çox maraqlı bir konsert proqramına çıxış olacaq. Dəvətnamələr, biletlər hamısı darıxmışam. Özüm də tamaşaçılar üçün, dinləyicilər üçün darıxmışam. Çoxdan konsert üçün əlbəttə. Konsert proqramına çıxış eləmək üçün mən özüm də darıxmışam. Buyurun, gəlin, çox maraqlı olacaq. Biletləri Aitiketdən alırıq. Aitiketdən, bəli. Onlaynda hər şey asandır, heç yerə getmək lazım Bir deyil. düyməcik vasitəsilə 16-sı hamımız oradayıq. İnşallah. Mən sizə təşəkkür, Çox böyük şərəf çox şad oldu Könül xanımlar. Könül xanımlar, hər birinizə təşəkkür edirəm. Nadir bəy, sonda isə sizin ifanızla istəyəcəyik ruhumuz Sevgilər, gözəlləşsin. Sevgilər görüşəndə. Görüşəndə baxışlar, baxışlar, baxışlar Sevən ürəklərimiz alışar, alışar Göydə ulduzlarımız barışar, barışar Sevgililər görüşər